Ortaya çıxdı ki, şirkətdir, Alyans şirkətdir. Alyans şirkəti bina tikir. Olmazdı ki, sən bu qonşuya da deyəsən, olmazdı ki, burada yaşayan bu qonşuya deyəsən, ya da o qonşuya deyəsən. Heç kimi məlumatlandırmadılar, heç kimi. Bir tək biz qaldıq, bir də bu qonşu qaldı burada. Bir qanuni şəkildə mübahisə elədikcə ortaya çıxdı ki, Alyans şirkətdir. Qadın var idi orada, onun evini gecə ilə sökdülər, qoydular. Qadın qalıb küçələrdə. Yaşlı qadın da, anamız, bacımızdır da. Yaraşmır axı bizə. Cənab prezidentimiz bunun üçün mübahisə eləyir, bunun üçün dünyaya hökmranlıq eləyir, bunun üçün siyasətini yürüdür ölkələrə. Belə şeylərə görə eləməyin də. Niyə cəmaatı incitirsiniz? Niyə cəmaatı prezidentimizə qarşı, dövlətimizə qarşı qaldırırsınız? Niyə görə? Düzdür, mərd oğlanlarımız, mərd kişilərimiz, qadınlarımız beləncəsinə insanlara aldanaraq dövlətdə bayrağına, prezidentinə qarşı çıxmayacaq. Amma qanunu bilmək lazımdır. Qanuni şəkildə biz yanmışıq bugünkü hal-hazırda evimizdə. Qanuni şəkildə. Amma bu qanunsuzluqdur. Bu qanunsuzluq. Çünki niyə? Məhkəmə gedir hal-hazırda. Bugünkü gündə məhkəmə gedir. Alyans şirkəti iddia qaldırır ki, bizim 12 ailə 13 kvadratda qalır. 13 kvadratda öyle 120-dən çox kvadratın var, eləsən mənə damdan damına ölçməlisən. Mənim evimin divarın qalınlığı 90 santıdır, 1 metrdir. Sən mənim həyətimi alırsan, sən şəhərin mərkəzində mənim evimi alırsan. Mənim 2 sot torpağım yoxdur ki, qıraqda deyim, mənim 2 sot torpağım var. Yoxdur da, qardaş, ailəmin nə evi var, nə eşiyi var, nə mənim evimiz, eşiyimiz var. Mülkümüzdür da burada, mülkümüzdür. Qalmışam da şəhərin mərkəzində qalmışam. Gəlib mənə bugünkü də çıxardırsan buradan ki, çıx gediglə burada, harada istəsən qalqına, mən sənə bu qədər pulu verirəm. Mən o pulu geyim harada almalıyam? Harada alım?